Anderlechtin sabiq oyunçusu Neftçi ilə danışıqlar aparmağa gəldi. Öncədən qeyd edək ki, buraxılışımızı zövqlü insanların seçimi, bir Azərbaycan brendi olan Yara Tekstilin sponsorluğu ilə baxırsınız. Neftçinin 2 aya yaxındır danışıqlar apardığı İdrisə Dumbiya Azərbaycana gəlib. Fil dişi sahilindən olan yarım müdafiəçi klubun şəraiti ilə yaxından tanışlıq, həmçinin də yerində danışıqlar aparmaq üçün ölkəmizə təşrif buyurub. Böyük ehtimalla tərəflər arasında müqavilə imzalanacaq. Əgər Afrikalı legioner bura bilet alıbsa, deməli anlaşmaq niyyəti var. Sadəcə müqavilənin müddəti və maliyyə şərtləri ilə əlaqəli bəzi incə detalların tez tələsik razılaşdırılması lazımdır. Paytaxt təmsilçisinin planı onunla 2026-cı ilin yayınadək kontrakt bağlamaqdır. Bu zaman kəsiyində normal təsir bağışlasa, iyunda sözləşməsi daha bir illik uzadılacaq. Yayda Əl-Əhlidən ayrılan 27 yaşlı oyunçu azad agent statusu daşıyır. İdrisə Dumbiya Anderlecht, Sporting, OSK, Alanya Spor kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil dişi sahili millisinin heyətində 4 maçda meydana çıxıb. Sportinfo Azda idmanın hər anını sizinlə bölüşməyə davam edəcəyik. Kanala abunə olmağı və fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Növbəti buraxılışlarda görüşənədək.